Xəbərə keçməmişdən öncə videonu like edib kanala abunə olun ki, xəbər hər kəsin qarşısına çıxsın. Bugün həyat yoldaşının videosu ilə ölkə gündəminə düşən Füzuli rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar Eyvazovanın qızı 20 yaşında tələbə olarkən dekan müavini təyin edilibmiş. Son Xəbər.az Qafqazinfoya istinadən xəbər verir ki, o 2023-cü ildə Kəmal Abdullah'nın müvafiq əmri ilə Azərbaycan Dilləri Universitetində Təhsil 2 fakültəsinin ictimai əsaslarla dekan müavini olub. Həmin dövrdə onun təyinatı barəsində yerli mətbuatda xəbərlər tirajlanmışdı. Jalə Eyvazovanın nümunəvi və fəal tələbə olduğu bildirilsə də, onun tələbə olduğu halda dekan müavini təyin edilməsi ictimaiyyətdə bir mənalı qarşılanmamışdı. ADU-dan cavab olaraq bildirilib ki, Jalə Eyvazova fəal tələbə olduğu və qiymətləri yüksək olduğu üçün 2023-cü ildə ictimai əsaslarla dekan müavini təyin olunmuşdu. Həmin il universiteti bitirəndə ictimai əsaslı vəzifəsindən azad edilmişdi.